Sülh və insanlıq əleyhinə olan cinayət işləri üzrə qurulan məhkəmə, yeni nəqliyyat kommunikasiya layihələri, dəhlizlər, habelə böyük dövlət rəsmilərinin regiona intensivləşən səfərləri Azərbaycanın yaratdığı reallıqlardır. Bu mənada ABŞ-nin vitse-prezidenti J.D. Vance'in bugün Ermənistana səfəri diqqət çəkir. Sabah isə vitse-prezident Azərbaycana səfər edəcək. Vance ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Jacob Helberg müşayiət edəcək. Onların Ermənistan və Azərbaycana səfərləri ABŞ administrasiyasının sülh səylərinin təşviqinə yönəlib. Ekspertlər isə səfərin həm Azərbaycan-ABŞ münasibətləri, həm də regional kommunikasiyaların inkişafı üçün mühüm addım olduğunu bildirirlər. Təbii ki, burada marşrut məsələsi də gündəmdə olacaq. Trump adına marşrut, Zəngəzur dəhlizinin açılması və elə bu ilk növbədə ABŞ-ı maraqlandıran bir məqamdır, amirdir. Bu məsələ ilə bağlı Ermənistanda da müzakirələr gedəcək, Azərbaycanda da müəyyən ola bilsin ki, təkliflər irəli sürülsün və eyni zamanda Azərbaycan-ABŞ arasında münasibətlərin daha da sürətlə inkişafı məsələləri də müzakirə olunacaq.